Şəkərdən imtina etdikdə nə baş verir? Böyük Britaniyanın Aston Universitetinin biologiya və biotip elmlər üzrə dosenti James Brown mövcud elmi tədqiqatların təhlilinə əsaslanaraq bildirib ki, şəkərin azaldılması və ya tamamilə rasiondan çıxarılması ilk günlərdə bir sıra xoşagəlməz əlamətlərə səbəb olur. Mütəxəssisin sözlərinə görə şəkər beyində həzz və mükafat hissi ilə əlaqəli olan dopamin hormonunun ifrazını artırır. Bu səbəbdən şirin qidaların qəbulu insanlarda onları təkrar istehlak etmək istəyi yaradır. Şəkərin qəfil kəsilməsi isə dopamin səviyyəsinin azalmasına gətirib çıxararaq baş ağrısı, yorğunluq, əsəbilik, əhval dəyişiklikləri, diqqət dağınıqlığı və şirin qidalara güclü meyil kimi simptomlarla müşahidə olunur. Məqalədə qeyd olunub ki, heyvanlar üzərində aparılan araşdırmalar şəkərin beynin mükafat sisteminə ciddi təsir göstərdiyini və bəzi hallarda asıllıq yaradan maddələrə bənzər reaksiyalar formalaşdırdığını göstərib. Alimlər vurğulayıb ki, bu əlamətlər adətən müvəqqəti xarakter daşıyır və orqanizm yeni qidalanma rejiminə uyğunlaşdıqca zəifləyir. Mütəxəssislər şəkərin balanslı qidalanma və fiziki aktivlik fonunda ölçülü şəkildə qəbul edilməsini tövsiyə edirlər.